Salam hörmətli izləyicilər. Proqram təminatı test olunarkən ən mühüm testlərdən biri API servislərinin testidir. API servisləri backend developerlər tərəfindən hazırlanır. Əvvəlcə istəyirəm qeyd edeyim ki, API servisləri nə üçündür və nə işimizə yarayır. API servislər serverlə klient arasında əlaqəni təmin edən bir vasitədir. Bu vasitə ilə, bu API servislərlə klient, yəni istifadəçi bir serverə məlumat göndərir, request göndərir və respons əldə edir və yaxud da ki, orada hər hansı məlumatı daxil edir, oradakı məlumat dəyişdirilib silir. Demək, server özü bir daima aktiv olan bir kompüter və yaxud databazadır, hər hansı bir vasitədir. Bizə daima oradan bir məlumat, özündə məlumatlar saxlayır, özündə hər hansı bir məlumatları özünə daxil edə bilir və bir table'lardır ki, biz ora məlumatları göndərə bilirik. Və server klient tərəfi isə daima oradan bir məlumatı əldə etmək üçün sorğular göndərir, requestlər göndərir və oradan bir cavab əldə edir. Bu API vasitəsilə klient bu əlaqəni qura bilir. Əks halda gərək bütün istifadəçilər özləri birbaşa gedib databazı dəyişiklik edə bilərdilər. Amma bu API vasitəsində bunun qarşısı alınıb və bir növ arada bir vasitə qurulub. Sanki belə də başa düşə bilərik ki, məsəl üçün biz bir dükana mı və ya restorana getmişik, oturmuşuq, biz özümüz gedib mətbəxdən yeməyimizi götürmürük və ya mətbəxdən gedib yeməyimizi əldə eləmirik. Biz bir qarsona, ofisanta sifarişimizi veririk, o gedir içəridə necə məlumatı ötürür, hər hansı bir vasitə ilə məlumatları deyir və həmən bizim sifarişimizi orada çatdırır və daha sonra isə həmən sifarişi götürüb bizə gətirib verir. Yəni, təxminən o əlaqədə bu cür nədir və bizim üçün orada maraqlı deyil ki, o necə sifarişi verdi, nədir. Hər halda bizim sifarişimiz bu vasitə ilə əldə olunur. API servisləri də belədir. Databazaya məlumatları, databazaya sorğunu göndərir və orada məlumat əldə edir. Məsələn, sizə bir daxil olmuş web aplikasiyaya, web aplikasiyaların əksər hissələri servisdən əldə olunur və siz daxil olan kimi istəyirsiniz ki, məsəl üçün alış-veriş saytına daxil olmuşsunuz. Orada gələn bütün list API-dan, databazdan çəkilir, API vasitəsindən gətirilir, sizə göstərilir və ya siz orada bir login edirsiniz və yaxud da ki, sifariş edirsiniz, öz səbətinizə əlavə etdikdə hər hansı bir yerə yığılır və o sifarişlər orada göndərilir və oradan sizə bir cavab gəlir. API servislər test olunarkən hazırlandıqdan sonra bu frontend tərəfindən istifadə olunur və ya istifadə olunmaya da bilər. Hər halda QA kimi, biz tester kimi bunları test edirik və bu backend developerlər bu API servisi hazırlayarkən müəyyən bir accepted kriteriyaya, tələblərə uyğun olaraq hazırlayırlar, yazırlar və həmən tələblər də daha öncə statik testingdə qeyd elədiyim checklist, test case hazırlanır. Məsələn, biz QA kimi əvvəlcədən müəyyən edirik ki, nələri test edəcəyik, nələri burada olmalıdır. Dizayn əsasında müəyyən edirik ki, API servisindən bizə nə cavablar gələcək, nələr gəlməlidir və nə formatda gəlməlidir. Biz onların hamısını özümüzə qeyd edirik. Backend developer öz işini bitirib bizə təhvil verəndə biz həmən servisdən gələn cavabları yoxlayırıq, çek edirik ki, verilən, bizə hazırlanan respons həqiqətən də doğrudurmu, lazım olan hər bir şey burada varmı, UI-da istifadə olunacaq bütün komponentlər özündə ehtiva edirmi? Məsəl üçün, mən məsələn test eləmişəm, API servis test eləmişəm və orada məsələn hər hansı bir məlumat null gəlir və ya gəlmir, amma front bunu göstərəcək. Frontda bu dizaynda baxıram ki, məsələn, adamın adı burada qeyd olunur, amma responsda adamın adı yoxdur. Front onu necə, hardan gətirib set edəcək? Bu şeylərin qarşısını almaq üçün əvvəlcən testlər aparılır, düzgün testlər aparılır və bütün komponentlərin gəlib-gəlmədiyi yoxlanılır. Həmçinin verilən formatda respons doğrudurmu, formatı düzdürmü, forması düzgündürmü, daha sonra bütün status kod,
onun performansı hamısı test olunduqdan sonra artıq istifadəyə verilə bilər və test olunduqdan sonra UI bunu, frontend bunu istifadə edir və ya bəlkə front tərəf istifadə eləmir, sadəcə API kimi istifadə olunur. Belə hallar da ola bilər. Hər halda QA-in işi daha düzgün test eləməkdir ki, yəni bu gedib klient tərəfdə bir problemə çıxarmasın. Adətən backend developerlər öz kodunu yazdıqdan sonra Swagger ilə inteqrasiya edib öz servislərini ora göndərirlər. Swaggerdə əks olunur. Biz QA kimi Swaggerdən həmən endpointləri, həmən servisləri əldə edib Postmanda testimizi apardıq. İstəyirəm növbəti mövzuda Postmanın əsas anlayışları, Postmandan necə istifadə olunur və daha sonra isə praktiki olaraq necə test edəcəyik, Postmanda nələr test edəcəyik, API servisləri nələri gözləyirik, nələr test olunacaq, bunları izahını verim və praktiki olaraq da real işimizdə istifadə edəcəyimiz nümunələri gətirim.